18-19 nömrəli sual. 18-19 nömrəli suala diqqətlə qulaq asaq. Deməli, uşaqlar, 18 nömrəli sualda bizə nə deyir? 18 nömrəli sualda bizə duzu verib, kalsium xloridin üstünə X gəlib. Deyir ki, X maddəsini müəyyən edin. Biz də variantlardan görürük ki, X maddəsi duzdur. Siz birinci mənə deyin görək, biz bilirik ki, duzla duz nə zaman reaksiyaya girirdi? Duz duzla nə zaman reaksiyaya Həll girir? olan olsun, alınanlardan biri Ay çöküntü sağ ol, olmalı. əla. Başlanğıcda olanlar suda həll olan, alınanlardan biri çöküntü. Burada da uşaqlar biz görürük ki, kalsium karbonat çöküntüdür. Biz deməli başlanğıcda həll olan duz götürməliyik. X duzunu elə bir duz seçməliyik ki, o həll olan olsun. Siz də bilirsiniz ki, mən demişəm ki, natriumdur, kaliumdur, NH4-dür və NO3-dür. Onların bütün duzları suda həll olandır. Ona görə bu testin doğru cavabı hansı variant olar? Kalium karbonat. Müəllim, niyə A variantını, C-ni, D-ni, Y-ni qoymadınız? Ona görə qoymadım ki, həmin variantları, həmin variantdakı maddələr uşaqlar nədir? Aysular da buradadır. Həmin variantdakı maddələr çöküntülərdir. Amma karbonatlardan natriumdur, kaliumdur, amoniumdur. Onlar suda həll olandır. Ümid edirəm fikrimi çatdıra bildim. 19 nömrəli sualda da eyni qayda ilə duzu elə seçməlisiniz, həll olan olmalıdır. Ac xlor bilirsiniz, çöküntüdür, silirəm. Bir də Y variantı H-xlordur. H-xloru da silirəm, qalib. Niyə H-xloru silirəm? H-xlor turşudur. H-xlor sulfatı çıxarda bilər. Axı duzla turşu reaksiyaya girəndə biz bir qayda bilirik. Demişdik ki, qüvvətli sırası var. H-xlor bilirik sulfatdan zəifdir. Zəif olduğuna görə onu çıxarda bilməz. Sulfatı çıxarda bilməz, sildim. Uşaqlar, A variantı, C variantı, D variantındakı hər üç duzu mən bura qoya bilərəm. Yəni, onlar üçü də suda həll olandır. Amma biz belə bir qayda bilirik ki, alınan tərəfdə çöküntü alınmalıdır. İndi bu NH4 xlor çöküntü deyil. Çünki NH4-ün bütün duzları həll olandır. İndi siz bura elə bir duz qoymalısınız ki, o SO4 ilə birləşəndə çöküntü versin. SO4 ilə birləşəndə çöküntü hansıdır burada? Barium. Barium SO4 alınır, barium SO4 çöküntüdür. Yəqin ki, başa düşürsünüz uşaqlar, mən nə demək istəyirəm. Bəli, müəllim. Əhsən. Davam edək. 26-27. Yaxşı, baxırıq. Baxırıq. 27 nömrəli sual. 27 nömrəli sual. 27 dedin də elə, 27 nömrəli sual. Deməli, uşaqlar, 27 nömrəli suala baxaq. 27 nömrəli sualda deyir, hansı reaksiya çöküntü əmələ gəlməsi ilə məhlulda axıra qədər gedir. Burada doğru cavab B variantıdır. Niyə? 27 nömrəli sualda doğru cavab B variantı. Uşaqlar, B variantında kalsium CO3 ilə birləşəndə nə verəcək? Çöküntü verəcək. Çöküntü olmaz. A variantını niyə götürmürəm? A variantında reaksiya gedir, amma oradan çöküntü alınmır. Uşaqlar, burada nə alınır? Alınır. Kalsiumla xlor birləşir, Leyla. Kalsium xlor 2. Hidrogen də CO3 ilə birləşəndə Nurlan nə verəcək? H2CO3 verəcək. Sizə bilirik, uşaqlar, H2CO3 alınanda onu necə göstərirlər? Karbon qazı su kimi davamsız. Oradan çöküntü alınır. CO2 bir də su. Bəli. Uşaqlar, baxıram C variantına. NO3 karbonatdan qüvvətlidir. Bunu çıxardacaq. Alınacaq natrium NO3. Hidrogen də CO3 ilə birləşir. H2CO3. O da verəcək CO2 plus su. Yəni, buradan da çöküntü alınır. Uşaqlar, Y variantına baxıram. Y variantında natrium OH ilə H-xlor reaksiyaya girəndə alınır natri xlor, bir də su. Natri xlor, bir də su. Buradan da çöküntü alınmır. D variantındakı reaksiyadan da natrium OH, natrium HCO3 ilə reaksiyaya girəndə siz bilirsiniz də OH ilə H bir arada olsa, onlar birləşib nə verəcək? Su verəcək. Bir də natrium 2CO3 alınır. Çöküntü burada B variantında alınır. Bir də bəzən uşaqlar əziyyət çəkir, deyir, müəllim, biz necə bilək hansı reaksiya gedər, getməz? Y variantındakı reaksiyanı dərhal bilməlisiniz, gedər. Niyə? OH ilə H bir yerdə varsa, buradan su alınır. Su alınırsa reaksiya gedər. B variantında OH ilə H bir yerdə varsa, orada reaksiya gedər uşaqlar. A variantı, C variantında niyə getdi? Turşu digərindən qüvvətlidir. Xlorid karbonatdan qüvvətlidir. Nitrat da karbonatdan qüvvətlidir ki. Amma B variantında isə çöküntü alınmasını istəyir bizdən. B variantında çöküntü alınır. 28 nömrəli sualda Tamerlan o şəkildədir. Orada da deyir, çöküntü əmələ gəlsin. Amma məncə onu baxan kimi görürük. Orada çöküntü hansıdır, kim deyər? 28-də çöküntü hansıdır? D variantı. Xlor olacaq variantı. Argentin xlor, əla, D variantı. 26-da bəs qaz hansıdır?
26-da qaz hansıdır? 26-da qaz C variantıdır. Tamerlan 26 nömrəli sualı CO2 var. orada qazdır. Bəli, Tamerlan 26 nömrəli sualı niyə yaza bilməyib? 26 nömrəli sualda o qaz məsələsini niyə bilmir? O orada deyir ki, Zeynəb qulaq as, hər iki Zeynəb qulaq assın. O deyir ki, burada hidrogenlə CO3 birləşir, H2CO3 alınır. Amma biz yadda saxlamalıyıq ki, uşaqlar. Reaksiyadan H2CO3 alınanda onu heç vaxt belə göstərmirlər. Bu davamsız olduğuna görə Tamerlan bunu necə göstərirlər? CO2 CO2+, hə. Əgər reaksiyadan uşaqlar H2SO3 alınsa, bunu belə saxlamırlar. SO2 üstəgəl su kimi göstərirlər. Əgər uşaqlar reaksiyadan NH4OH alınsa, bunu belə saxlamırlar. NH3 üzərinə gəl su kimi göstərirlər. Bu məsələləri bilməlisiniz. Fikrimi çatdıra bildim? Bəli. Əla. Davam edək. Kimin nə sualı varsa versin. Hamıya aid. Hər iki Aysunun, bacıların nə sualları varsa, Zəhranın nə sualları varsa versin. 44-cü sual var. 44-ə qədər var sual. 35 var Əməd. 35 var. 35 nömrəli sual. Uşaqlar 35 nömrəli sual da yaxşı sualdır. 35 nömrəli sualda bizə deyir ki, reaksiyanı aparmaq üçün hansı maddələri götürmək olar? Deməli biz görürük ki, birinci tərəfdə sink ionları ayrılıb. Leyla, biz sink oksidi ionu ayıra bilərik. Sink oksidi. Bunu ionlara ayıra bilmərik. Xeyr. Sink oksidi ionu ayıra bilmərik. Deməli, o olmaz. Elə bil SO4-ü necə ayıra bilmiriksə, bunu da ayıra Sink oksidi vururam. Bunları ayıra bilmərəm. Burada sink ionunu mənə verər. Bir sink SO4, bir də sink xlor 2. Amma bir şey var uşaqlar. B variantında deməli, sink SO4 su ilə reaksiyaya girsə, orada biz suyu ionlara, su bizə OH ionu verə bilər. Su zəif elektrolitdir deyə. Onu ionlara ayırırdıq, yoxsa ayırmırdıq? Ayırmırdıq. Amma Y variantını götürsək, Y variantındakı reaksiyanı yazsaq, sinki də ionu ayırarsan, xloru da ayırarsan, natriumu da ayırarsan, OH-ı da ayırarsan. Sağ tərəfdə alınacaq sink OH2, bir də natri xlor. Sağ tərəfdə də natriumla xloru ayırarsan deyə, sol tərəfdəki xlor natriumdan, sağ tərəfdəki xlor natrium gedəcək. Sol tərəfdə qalacaq sink 2 müsbət OH mənfi və sağ tərəfdə də sink hidroksid. İstəyirsiniz yazım reaksiyanı göstərin. Ehtiyac var uşaqlar, reaksiyanı yazıb bunu göstərir. Yoxsa şifayı başa düşə bildiniz? Yoxdur mən. Başa düşdük, əla. Yenə deyirəm, oksidləri dərhal vururam, onları ayırmırıq ionlara. Burada qalır B ilə Y. B-də də sol tərəfdə su verib, suyu ionlar, su sənə HOH, təbii ki, su dissosiasiya edə bilir. Amma qismən eləyir, zəif elektrolitdir. Ona görə belə suallarda yəni suya olduğu kimi saxlayır. Amma natrium hidroksidi ayırırsan, bilirsən natrium hidroksid verəcək. OH ionu verir. Suda həll olan maddədir, verir. Uşaqlar, nə sualınız varsa buyurun. Baxaq. 44 var idi. 44-ə qədər var sual olan. Hər iki Zeynəbin. İndi mən ad çəkə bilmirəm hər dəfə. Kimin nə sual varsa desin. Yoxdur. Yox. 44 nömrəli sual var idi. 44 nömrəli sualda uşaqlar diqqətlə baxın. Leyla bayaq bunu dərsdə də izah elədik. 44 nömrəli sualda deyir, hansı maddələr cütü məhlulda eyni zamanda ola bilər? Hansı maddələr cütü məhlulda eyni zamanda ola bilər? Deməli uşaqlar, məhlulda eyni zamanda. Reaksiya girməsin. Bəli. Məhlulda eyni zamanda ola bilməsi üçün bunlar arasında reaksiya baş verməməlidir. Maddələrin məhlulda eyni zamanda ola bilməsi üçün onlar arasında reaksiya baş verməməlidir. Uşaqlar, C variantında, çünki reaksiya getsə onlar arasında, onlar eyni anda qala bilməz axı məhlulda. Onlar reaksiyaya girdisə getdi. Yəni, eyni anda məhlulda ola bilməsi üçün burada reaksiya baş verməməlidir. Uşaqlar, B variantına baxıram. B variantında kalium H qələvidir, SO3 turşu oksididir. Qələvi turşu oksidi ilə reaksiyaya girir. Ona görə burada reaksiya gedər. Uşaqlar, C variantına baxıram. Barium hidroksid qələvidir, CO2 turşu oksididir. Gedir reaksiya. Ona görə bunlar reaksiya gedər. Uşaqlar, D variantına baxıram. Barium var, SO4 var. Onlar birləşib çöküntü verər, verməz. Çöküntü verər, getdi. Uşaqlar, Y variantında AG ilə xlor birləşib çöküntü verər, reaksiya gedər. Amma A variantındakı reaksiya getməz. H-xlor NO3-ü o vaxt reaksiya gedə bilər ki, əgər oradan çöküntü alınsa. Əgər yadınızdadırsa, turşuların o qüvvətli sırası var idi. Həmin sırada xloridlə nitrat bir sırada verilirdi. O zaman reaksiya gedə bilər ki, oradan çöküntü alınsın. Əgər alüminiumun əvəzinə, orada uşaqlar gümüş olsaydı,
Çöküntü alınardı, alınmazdı AgFlor. Əgər alüminiumun əvəzinə orada plümbium, qurğuşun olsaydı, çöküntü alınardı, PbX-2 yox, alınardı. Deməli, A variantında reaksiya getmir. Yenə deyirəm, eyni zamanda məhlulda qala bilməsi üçün aralarında reaksiya getməməlidir. Fikrimi çatdıra bilirəm uşaq? İndi 45 nömrəli sualı həmin qayda ilə siz deyə bilərsiniz 45-i. Baxın. Bedir B Cavab. variantı olacaqdı. Bəli, B variantında reaksiya getməlidir. A variantında xlor CO2 çıxardar. C variantında barium SO4 çöküntü alınar. Y variantında sulfat çıxardar silikatı. Eyni zamanda oradan H2 silisium 3 alınır, o özü də çöküntüdür. D variantında gümüş PO4 ilə birləşər, Ag3PO4 çöküntüdür, amma B variantında getmir reaksiya. Kim deyər, gümüşlə PO4-ün çöküntüsü hansı rəngdədir uşaqlar? Sarı rəngdə. Sarı. Afərin, əhsən. Davam edək. 63-cü sual. 63-ə qədər sual var uşaqlar. 57 var onun. 57, uşaqlar 57 nömrəli suala baxaq. 57 nömrəli sualda görək bizə nə deyir? 57 nömrəli sualda bizə deyir ki, reaksiya üçün doğru ifadəni göstərin. Sarı rəngli çöküntü alınır. Elə indi dedik, Ag3PO4 sarı rənglidir. PO4 ionunun təyini, uşaqlar çöküntü alınırsa bu təyini reaksiyadır. Bunu yadda saxlayın. Çöküntü alınırsa təyinidir. Neytrallaşma reaksiyası siz bilirsiniz ki, burada duzla duz girib. Neytrallaşma reaksiyası nə zaman olardı uşaqlar? Əsasla turşu girsəydi, bəli, əsasla turşu girsəydi neytrallaşma olardı. Burada duzla duz girib, ona neytrallaşma demək doğru deyil. 1 və 2 doğrudur. Davam edək. 1 və 2 doğrudur. Sonra uşaqlar, buyurun. 63 mənim. 63 nömrəli sual. Onu bu gün danışacağam. Onu indi izah eləmirəm. Bu gün o bölmədən danışacağam. Hidrolizi hələ keçməmişik. O prosta gəlib bura düşür. Amma hidrolizi keçəndən sonra bunu biləcəksiniz. Hidrolizdən danışmamışıq, ona görə indi onu demirəm. Amma indi hidrolizi keçəndən sonra onu özün tapacaq. Daha sonra 69 var. 69 nömrəli. Uşaqlar 69 nömrəli suala bax. 69 nömrəli sualda deyir ki, içərisində kalium OH eyni mol miqdarda deyir bu maddələr var. Alınan məhlulda hansı iyonlar çox olar? Uşaqlar, siz bilirsiniz ki, kalium OH HNO3 ilə reaksiyaya girəcək. Kalium OH HNO3 ilə reaksiyaya girsə, nə verəcək? Kalium NO3 ilə su verəcək. Bu reaksiya nəyə görə gedir? Kim mənə deyər? Buradakı reaksiya nəyə görə gedir? OH və H-a görə. Reaksiya nə zaman gedir? Ya çöküntüyə görə, ya suya görə, düzdür? Burada da uşaqlar bizə suyu verən nədir? Hidrogen müsbətlə OH mənfi deyil. Bu reaksiyada uşaqlar hansı iyonların sayı azalır? Kim deyər mənə? Hidrogenlə OH iyonları. Onlar niyə azalır? Su əmələ gətirir. Su iyonları ayrılır, ayrılmır. Ayrılmadığına görə H və OH iyonlarının sayı azalır. Sizə də deyir ki, sualda, hansı məhlulda hansı iyonlar cütü daha çox olar? H və OH iyonları su əmələ gətirdiyinə görə, su da iyonlara ayrılmadığına görə, bilirsiniz ki, H və OH iyonlarının sayı azalar. Sizə deyir, hansı iyonlar daha çox olar? H və OH olmayan cavabı, sizin cavabınızdır. Yəni, kaliumla NO3 iyonları çox olar. Amma H və OH iyonları azalar. Səbəb nədir? Suya çevirirlər ona görə. Çatdıra bildim fikrimi. Daha çox olar deyirsə, burada cavab A variantıdır. Kaliumla NO3 iyon. Buyurun uşaqlar. Daha sonra 80-ci sual. 80-ə qədər yoxdur uşaqlarınızda. Zeynəb yoxdur sualın. Hər iki Zeynəb var. Aysular, Lənkəran Aysu. Yoxdur müəllim. Xeyr, müəllim yox. 80 nömrəli sual. Bacıların yoxdur sualı. 80. 80 nömrəli sual. Hansı reaksiya gedər? Uşaqlar, diqqətlə baxın. 80 nömrəli sualda hansı reaksiya deyir gedər? Deməli, burada birinci reaksiya dəmir H-florla girər. Bunu götürürəm. Uşaqlar, biz turşuları keçəndə demişdik ki, pasiv metallar H-florla girə bilər reaksiyaya, pasiv metallar. Girə bilməz, hidrogen çıxara bilməz. Bilməzlər hidrogeni. Pasiv metalların reaksiyaya girdiyi turşular hansılardır uşaqlar? Keçmişdik sizinlə. Pasiv metalların reaksiyaya Sulfat turşusu, bir də ki, sulfatın qatısı, pasivlərin reaksiyaya girdiyi turşular hansılardır? Sulfatın qatısı, nitratın durusu qatısı. Sulfatın qatısı, nitratın durusu qatısı. Ona görə H-florla girməz. 4-ü buradan vururum. Uşaqlar, metalların elektrokimyəvi gərginlik sırasını bilirsinizsə əgər, gümüş bilirsiniz passivdir dəmirdən. Gümüş dəmiri çıxarda bilməz. Bu da getməz.
Uşaqlar, sink də maqneziumu çıxarda bilməz. Bu da getməz. Amma maqnezium sinkdən aktivdir, çıxar. 1 və 5 gedər C variantı. Görün, fikrimi çatdıra bilirəm. C variantı. Baxın bir dənə. Davam edək. Növbəti sual uşaqlar. 85 var hemen. 85 var. 85 nömrəli sual. Deməli, 85-də deyir ki, hansı reaksiya axıra qədər getmir. Yəni, hansı reaksiya getmir, onu demək istəyir. Uşaqlar, siz bilirsiniz ki, natrium su ilə girir də, düzdür. Su ilə girməyən metallar hansı metallardır? Su ilə reaksiyaya girməyən metallar hansı metallardır? Su ilə reaksiyaya girməyən metallar pasiv metallar. Natrium girir. Eyni zamanda birinci A variantındakı reaksiyada üzvi kimyada öyrənərik. Leyla həmin reaksiyanı bilir. Səmaya bilir. Səmaya bilirsən də A variantındakı reaksiyanı. Onu harada keçmişik? Üzvi kimyada keçmişik. Oradan alınır kalsium H2 ilə asetli. Deməli, A variantı gedir. Uşaqlar, baxırıq, B variantı da məsələn oradan çöküntü alınır. Siz tərəfdən yanaşıram sonra. Barium SO4 çöküntüdür, bilirsiniz, gedər. Uşaqlar, C variantı da maqnezium oksid əsasi oksiddir. Karbon qazı da turşu oksididir, gedə bilər, reaksiya gedər. Uşaqlar, burada getməyən cavab D variantıdır. Y variantı da gedər, kalsium sulfatla girər və yaxud ferium duzlu Y variantında duzlu reaksiyadan çöküntü alınır, alınmaz uşaqlar. Dəmirlə OH birləşib nə verəcək? Ferium OH3 çöküntü verəcək. Hansı rəngli çöküntüdür ferium OH3? Kim deyər? Qonur rəngli. Qonurdur. Amma ferium OH2 hansı rəngli çöküntüdür uşaqlar? Yaşılımtıl qonur. Əhsən. Uşaqlar, cavab D variantıdır. Niyə D variantıdır? Niyə? Çünki natrium 2SO4 ilə kalium H girəndə buradan çöküntü alınmır. Natriumun da bütün birləşmələri həll olandır, kaliumun da həll olandır. Eyni zamanda ikinci reaksiyada baxsaq, oradan alınan natri xlor həll olandır, kuprum SO4 o da həll olandır. SO4-dən 5 dənə çöküntü tanıyırsınız da, yerdə qalanlar həll olandır. Ona görə oradan deməli şərt ödəmədiyinə görə həmin reaksiya getmir. D variantı. Ümid edirəm fikrimi çatdıra bilirəm. Baxın bir dənə. Bir uşaq ayrıldı, Aysu ayrıldı. Uşaqlar başa düşə, Zəhra başa düşə bilirsən bunları? Davam edək sonra. Bəli. 86 var onun. 86-ya qədər var sual olan. 86. 86 nömrəli sualda görək bizə nədir? 86 nömrəli sualda uşaqlar bizə deyir ki, hansı reaksiyanın qısa ion tənliyi bunun kimi ifadə edilə bilməz. Birinci siz orada görürsünüz ki, reaksiyadan Leyla bu sual orada müzakirə olunmamışdı. Təzə sualdır, köhnə topluda olmayıb bu sual. Deməli, burada YDSO4 alınıbsa, YDSO4 görürsünüz ki, uşaqlar ionlara ayrılmayıb. YDSO4 ionlara ayrılmayıbsa, deməli bu YDSO4 belə çıxır ki, çöküntüdür. Siz də baxın, hansı SO4 burada çöküntü verə bilər sizə? İkincidən çöküntü ala bilərik. 2-dən çöküntü alarıq da PbSO4 çöküntüdür. Dördüncü reaksiyadan da çöküntü alarıq, barium SO4 çöküntüdür. Amma birinci reaksiyadan, eyni zamanda üçüncü reaksiyadan biz SO4 çöküntüsü almırıq orada. Bizə də deyir, hansı ola bilməz? Orada 1 ola bilməz, bir də 3 ola bilməz. 1 və 3 ola bilməz. 1 və 3 ola bilməz. Amma 2 ilə 4 ola bilər. Y variantı. Bir dənə baxın. Bilmirəm, fikrimi çatdıra bildim ya yox. Bəli. Dəqiq. Sonra buyurun uşaqlar, nə suallar varsa verin. Leyla, hədəfin sınağı olmuşdu dünən, orada da qəşəng suallar var idi. Bir dənə situasiya... Aldım bilet müəllim. Xeyirli olsun. Güvənə? Xeyirli olsun. Uşaqlar, baxaq. Bir var hemen. Neçə var? 91. 91. 91 nömrəli sual. Qəşəng sualdır, diqqətlə qulaq asın. Deməli, 91 nömrəli sualda bizə qatılıq verilib, həcm verilib, klorid turşusu ilə natrium hidroksid məhlulları.
Bizdə qatılıq varsa, həcm varsa, uşaqlar biz nəyi tapa bilərik? Kim mənə deyər? Qatılıq, həcm varsa biz nəyi tapa bilərik? Mol miqdarını. Molu taparıq. Nü bərabər Bəli, CV ilə. və afərin. S bərabər nü bölü V, nü bərabərdir SV. İndi uşaqlar birinci xlorid turşusunu verib. Xlorid turşusu yazıram, reaksiya yazıram. Siz bilirsiniz axı xlorid turşusu ilə natrium OH reaksiyaya girir. H xlor üzərinə